6 saata şirəli dana əti bişirdim. Mən bu yeməyi çox sevirəm. Ona görə də həm də mənə hazırlaması rahat. Yəni ki, tez hazırlayıram. Qazan götürürük. Bu tavada ola bilər, amma mən qazan götürdüm ki, daha rahat olsun. Duru yağ əlavə eləyirik. Qeyd edim ki, həmin yağ adi final qabının yağına tökülsə də içliyi başqadır və daha dadlıdır. Bu da qarğıdal yağıdır, amma xaricdən göndərilir bizim üçün. Həqiqətən də daha fərqlidir. Tavaya yığandan sonra duz əlavə eləyib qoyuram yaxşı-yaxşı qızarmağa. Bu ətlər bizim öz kəndimizin ətidir. Ona görə də əminəm ki, daha gözəl dad verib. Daha sonra qıraqda gördüyünüz kimi soğanları doğrayıram. Həmin qazandan ətləri yığıb, soğanı elə həmin qaba əlavə eləyib, biraz yağ əlavə eləyib qoyuram, yaxşı-yaxşı qızarmağa. Əgər bir yeməyin yağ-soğanı yaxşı qızarmayıbsa, əvvəldən deyim var ki, həmin yemək heç də dadlı alınmayacaq. Mütləq ki, yeməyin yağ-soğanı yaxşı bişməlidir. Bişəndən sonra mən üzərinə ətləri də və su da əlavə eləyib, zirnicdə əlavə eləyirəm. 6 saat qoyuram bişməyə. Təsəvvür edin ki, səhərdən başlayıram, bir də axşam altını söndürürəm. Yəni xırda xodla qoyuram bişməyə. Zövqə görə tək də yeyə bilərsiniz. Yanına kartof püresi və ya da kartof qızardılmış da ayrı bir dad verir. Mən hər zaman yanına ya kartofu qızartıram ya da püre halında eləyirəm. Elə qoyuram yeməyə. Biz bu yeməyi axşam yeyə bilmədik. Səhərsin gün orta yedik və həmin anda sizə göstərim. Yanına kartof qızartması da qoymuşdum. Çox dadlıdır. Mütləq hazırlayın. Ən dad düşməsinin sirri elə 6 saat bişmək.